Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rövşənə müəllimə sizlərə bugün OTK tərəfindən həyata keçirilmiş buraxılış fənləri üzrə sınaq imtahanı nömrə 1-dən Azərbaycan dili suallarının izahını verəcəm. Qeyd edeyim ki, izahını verdiyim suallar 9-cu sinifin suallarıdır. Və əlavə olaraq onu da qeyd edeyim ki, əgər siz də mənim qruplarıma qoşularaq hər tərəfli mükəmməl təhsil almaq istəyirsinizsə, imtahanda gözəl nəticə əldə etmək istəyirsinizsə, mütləq və mütləq 077, gəlin buradan yazım, 077 394 14 24 nömrəsi ilə əlaqə saxlayın və qeydiyyatdan keçin. Onu qeyd edeyim ki, yalnız mənim yox, digər qruplara da qeydiyyatdan keçə bilərsiniz, digər fənlərdən də qeydiyyatdan keçə bilərsiniz. Çünki ora gedən yol məhz MHM-dən keçir. Belə, başlayaq elə birinci sualın izahı ilə. Birinci sualda deyilir ki, hansı bənddəki sözlərin sonuncu hecası ancaq saitdən ibarətdir? Yəni bizə təqdim olunan sözləri hecalara bölməliyik və baxmalıyıq ki, hansı sözün son hecası saf hecadır. Saf heca nə idi? Yəni yalnız saitdən ibarət olan, bir saitdən ibarət olan hecadır. Baxırıq bir A variantına, daşlı və bibi sözləri verilib. Daşlı formasında bölürəm hecalara, bi formasında bölürəm hecalara. Hər iki sözdə sonuncu hecanda həm samit, həm də sait var. Demək ki, doğru cavabım A deyil. Baxıram B variantına. İp, ti, da, i. Baxın, sondakı səsim tək qaldı. İ. Əm, tə, ə. Baxın, sondakı ə tək qaldı. İstəyirsiniz yazın. İp, ti, da, i. Baxın, i tək qaldı. Və ya əm, tə, ə. Baxın, ə tək qaldı. Demək ki, nəymiş? Mənim doğru cavabım B variantıymış. Yaxşımı? Bəs yaxşı, C niyə doğru cavab deyil? Gəlin, daimi sözünü hecalara bölək. Da, i, mi. Baxın, son hecamda m və i var. 2 hərf var. Demək ki, doğru cavab C ola bilməz. Qala. Baxın, la. 2 hərf iştirak edir. Son hecada deməli C-də doğru cavab deyil. İc, ti, ma, i. Baxın, sondakı i bəli tək qaldı. Amma mənbə. Sonuncu hecamda samit də var, sait də var. Deməli, D də mənim doğru cavabım ola bilməz. Bədi, bə, di, i. Bəli, bu söz şərtimi ödəyir. Amma səthi sözü mənim şərtimi ödəməz. Çünki son hecada samit də var, sait də var. Demək ki, əmin oldum ki, həqiqətən də testimin doğru cavabı B variantıymış. Baxıram ikinci suala. 2-də deyilir ki, hecalara ayrıla bilən, ancaq sətirdən sətrə keçirə bilməyən sözləri müəyyən edin. Biz deyirdik ki, bəli, biz sətirdən sətrə keçirərkən sözləri, onları əvvəl biz hecalara bölməliyik. Amma diqqət yetirməliyik ki, sözü sətirdən sətrə keçirərkən bir sait, bir hərf yuxarıda və ya bir sait, bir hərf aşağıda qalmasın. Olmaz bu cür bölmək. Və dilimizdə elə sözlər var ki, onlar hecalara bölünə bilsələr də sətirdən sətrə keçirilə bilmirlər. Məsələn, ana, ayı tipli sözlər. Baxın, mən bu sözləri hecaya bölə bilirəm. Ana, ayı. Amma sətirdən sətrə keçirə bilmərəm. Baxın, bura yazım A, bura yazım na. Mümkündürmü belə sətirdən sətrə keçirmək? Xeyr, deyil. Çünki A burada tək qaldı. Yəni, baxın, bu testin dərdi budur. Deyir ki, hecalara bölünməsi mümkün olsun, amma sətirdən sətrə keçirməsi mümkün olmasın. Baxıram A variantına, tippi görən kimi dərhal bu variantı çıxdaş eləyirəm. Niyə? Çünki tip sözü hecalara bölünə bilməz. Onun tərkibində bir sait var. Mənə şərtdə demişdi ki, hecalara ayrıla bilsin. Birinci A-nı çıxdım. Dərhal mən B variantında çıxacağım. Çünki baxıram ki, 4 zid və şərt sözləri. Bu sözlərin hər birində bir sait var. Demək ki, mən bu sözləri hecalara bölə bilməyəcəm. Baxıram C variantına. Asan, adi və bəli sözləri verilib. Asan. Baxın, hecaya böldüm, amma sətirdən sətir keçirə bilmərəm. Çünki sait tək qalıb. Adi. Baxın, hecaya böldüm, amma sətirdən sətir keçirə bilmərəm. Niyə? Çünki A tək qalıb. Bəli. Hecaya da böldüm,
sətirdən sətirdə keçirə bilərəm. Demək ki, testimin doğru cavabı C variantı da olmaz. C-ni çıxdım. Elan olur. Əhəng. Baxın, hecalara bölə bildim hər üçünü. Amma sətirdən sətir keçirə bilərəmmi? Xeyr. Çünki E tək qalıb, çünki O tək qalıb və Ə tək qalıb. Baxın, D variantındakı sözlərin hər birini mən hecalara bölə bildim, amma sətirdən sətirə keçirə bilmərəm. Demək ki, testimin doğru cavabı olacaq D variantı. Ailə, ailə formasında sətirdən sətir keçirə bilərəm, amma ailə formasında sətirdən sətir keçirə bilmərəm. Vəzin, baxın, və hiss sözləri, bunları dərhal çıxıram. Niyə? Çünki bu sözlər hecalara bölünə bilmirlər. Yeni çıxdıq. İkinci testimin doğru cavabı nə olacaq? Olacaq D variantı. 3. Deyir cümlələrdə altına xətt çəkilmiş sözlərlə bağlı uyğunluğu müəyyən eləyin. Bir-biri ilə antonim sözlərdir və bir-biri ilə sinonim sözləri. Antonim və sinonim sözlərin şərti nə idi dostlar? Demişdik ki, antonim və sinonim sözlər mütləq və mütləq eyni niksəsinə aid olmalıdırlar və onlar eyni kökdən yaranmalı deyirlər. Sinonim sözlər yaxın və ya eyni məna bildirməlidirlər, antonim sözlər isə əks məna bildirməlidirlər. İndi bu şərtlərdən irəli çıxaraq gəlin uyğunluğu müəyyən eləyək. A-da deyir ki, güc müdafiə zamanı deyil, hücum zamanı bilinir. Baxın, müdafiə və hücum sözlərinin altından xətt çəkilib. Biz kontekst daxilində bu sözlərə baxa bilərikmi antonim sözlər kimi? Bəli, baxa bilərik. Çünki müdafiə özünü qorumaq deməkdir. Hücum isə kimsə üzərinə basqın eləmək deməkdir. Biri basqın eləyir, digərisi özünü qoruyur. Bunlar bu kontekst daxilində bir-birinə antonim olan sözlərdir. Bəs yaxşı, yəni əks məna yaratdılar kontekst daxilində. Bəs yaxşı, mən buna antonim deməyim üçün axı onlar həm də eyni niksəsinə aid olmalıdırlar. Müdafiə sözü də isimdir, hücum sözü də isimdir. Deməli, ikinci şərtim də ödəndi və bunlar eyni kökdən yaranmalı deyirlər. Baxıram ki, müdafiə və hücum sözləri tamamilə fərqli köklərdirlər. Deməli, çox da rahat şəkildə mən bu sözlərə antonim sözlər deyə bilirəm. 1-ə yazıram A. Baxıram 2-yə. 2-də verilib ki, vaxtımın əksəriyyəti təhsilə, azı istirahətə xərclənir. Bəlkə də böyük əksəriyyət şagirdlər buradakı mənanı əsas götürərək buna antonim kimi götürüblər. Amma burada böyük bir yanlışa yol veriblər. Niyə? Biz demişdik ki, antonimliyin şərti var. Antonim sözləri mütləq və mütləq eyni niksəsinə aid olmalıdırlar. Əksəriyyət sözü isimdir. Az burada say kimi çıxış edib. Say və isim bir-birinə antonim olarmı dostlar? Əlbəttə ki, xeyr olmaz. Demək ki, mən B variantını çıxıram və dərhal variantlar arasından B-ni də silirəm. İndi baxıram C-yə. C-də deyir ki, geridən gələnlər irəlidəkilərə çatdılar. Baxın, geridən və irəlidəkilər. Yenə də məna baxımdan bir-birinə əks sözlərdirlər, əks mənalı sözlərdirlər. Amma antonimdirlərmi? Xeyr, antonim deyirlər. Niyə? Çünki geri zərfdir, irəlidəkilər isə sifətdir. Və mən zərflə sifəti bir-birinə antonim söz kimi götürə bilmərəm. C-ni də çıxdım. Artıq cavabım bəllidir, D variantı, amma yenə də mən təsdiqləməliyəm. D-də deyir ki, vətəni qorumaq, müdafiə etmək müqəddəs işdir. Bəli, qorumaq və müdafiə etmək hər ikisi feildir və yaxın məna bildirirlər. Yəni, onlar sinonim sözlərdirlər. 2-yə yazacağım. D. Həqiqət bir daş qədər sərt, bir gönçə qədər yumuşaqdır. Buradakı sərt və yumuşaq sözləri bir-birinə münasibətdə antonimdirlər. Antoniminin şərtini pozan hər hansı bir hal mən burada müşahidə eləmirəm. Çünki hər ikisi eyni niksəsinə aiddir və eyni kökdən yaranmayıb, mənaca da bir-birinin əksidir. Demək ki, Y-ni yazıram 1-ə. 1 olacaq A, Y, 2 olacaq D. Yəni, testimizin doğru cavabı olacaq D variantı. Baxıram 4-ə, deyir, nöqtələrin yerinə hansı söz əlavə olunsa, nümunə məcazi mənalı olar. Ürəyi döyünür. Bu həqiqi mənalıdır. Ürəyimiz həqiqətən də döyünür. Ürəyi getdi. Baxın, bu məcazi mənalıdır. Ürəyimiz hara getdi ki? Ürəyimizin ayağı var, getsin. Əlbəttə ki, xeyr. Ürəyi getmək demişdik ki, frazoloji birləşmədir və amonim frazoloji birləşmədir. Belə ki, ürəyi getməyin həm huşunu itirmək mənası var, həm də ürəyi getməyin bir şeyi çox bəyənmək mənası var. Məsələn, gözəl bir köynək görmüsünüz, deyirsiniz ki, o köynək üçün mənim ürəyim getdi. Yəni, çox xoşuma gəldi. Eləmi?
Deməli, testimizin doğru cavabı olacaq B variantı. Ürəyi sol tərəfdədir. Həqiqətən elə ürək sol tərəfdə olur. Ürəyi sağlamdır. Bəli, ürək sağlam ola bilər. Ürəyi müayinə olunur. Bəli, ürəyi müayinə eləyə bilərlər. Yəni 4-cü testimizin doğru cavabı olacaq B variantı. Düşünürəm ki, bu salda heç bir şagirdimiz çətinlik yaşamayıb. 5. Hal şəkilsi qəbul etmiş hansı sözlər isim deyil? Deməli, biz elə sözlər seçməliyik ki, onlar hal şəkilsi qəbul eləmiş olsunlar və isim olmasınlar. Vətənə, vətən sözü isimdir və yönlük hal şəkilsi qəbul edib, deməli, mən biri götürə bilmərəm. Bir olanı çıxdım. Qocalardan, baxın, qoca sifətdir və hal şəkilsini qəbul edib, çıxışlıq hal şəkilsi qəbul edib, eyni zamanda cəm şəkilsi qəbul edib. Dostlar, biz nə demişdik? Demişdik ki, sifətlər isimləşə bilirlər. Nə zaman isimləşirlər? Aid olduqları isimlərini itirəndə. Deməli, sifətlər aid olduqları isimlərini itirəndə ismi aid şəkilçilər qəbul edib, isimləşə bilirlər. Amma bu onları sifət olmaqdan çıxarmır. Yəni, düşünün ki, bir dəfə Rövşənə müəllimə xəstələndi və Rövşənə müəllimənin əvəzinə gəldi başqa bir müəllim dərs keçdi. Ta ki, Pərvanə müəllimə dərs keçdi. Siz Pərvanə müəlliməyə dərsdə Rövşənə müəllimə deyəcəksiniz? Yox, elə Pərvanə müəllimə deyəcəksiniz. Düzdür, Pərvanə müəllimə Rövşənə müəlliməni əvəz eləyəcək. Onun funksiyasını yerinə yetirəcək sizlər üçün. Amma o Rövşənə müəllimə olmayacaq. Onun adı elə Pərvanə müəllim olaraq qalacaq. Yəni biz sifətlərə nə qədər ismail şəkilçi artırsaq da, yəni sifətlər isimləşsələr də elə sifət olaraq qalırlar. Biz onlara isim demirik. Burada da qoca sözü ismail cəm və hal şəkilçi qəbul eləsə də nitq hissəsi olaraq elə sifət olaraq qalır. 2-ni götürdük. İgiddə. Baxın, dadə yerli hal şəkilçisi igid sifətinə qoşulub. Deməli, 3-ü də götürürəm. Çünki igid isim deyil. Günəşdə. Baxın, dadə yerli hal şəkilçisi qoşulub günəş isminə. Deməli, 4-ü götürməyəcəm. Testimin doğru cavabı nə olacaq? 2, 3. C variantı. Yaxşımı? Getdik indi 6-cı suala görə altda nə deyilir? Deyilir ki, qalın saitlərin sayı ilə kar samitlərin sayı bərabər olan sözləri müəyyən edin. Baxın, ilk addım nə edirəm? Mən sözün tələffüz formasından baxmalıyam. Ona görə də tələffüz formasını yazıram. Saatlar necə tələffüz olunacaq? Eyni cinsli qoşa saat yanaşı gəldiyi üçün A-nın biri düşür, digər uzun tələffüz olunur. Və baxın, L ilə başlayan şəkilçi sonu T ilə bitən sözə qoşulub, ona görə də fərqli tələffüz olunur. Oldu nə? Saatlar. İndi saatlar sözünün tərkibindəki kar samitləri sayım. S kar, T kar, 2 kar samitim var. İndi saatlar sözünün tərkibindəki saitləri sayım. Harada sayacağım? Tələffüzdə yoxsa yazılışda? Əlbəttə ki, tələffüzdə. Baxıram ki, 1, 2. Baxın, 2 kar samitim oldu və 2 də qalın saitim oldu. 2 bərabərdir 2-yə. Yəni, kar samitlərlə qalın saitlərimin sayı bərabər oldu. 1-i götürdüm. İndi baxacağım. İkinci sözümüz armudluq sözüdür. Yazacağım nə? Tələffüzünü armudluq. Niyə D-T oldu? Çünki demişdik ki, sonu B, D, C, G samitləri ilə bitən sözlərə samitlə başlayan şəkilçi artıranda sonundakı cingiltili samitlər öz kar qarşılığı kimi tələffüz olunur. Yəni, biz burada D-ni T kimi tələffüz eləyəcəyik. Bəs yaxşı, L niyə D-ya keçdi? Çünki biz bilirik ki, L ilə başlayan şəkilçilər R, Z, N, D, S, T, Ş hərfləri ilə bitən sözlərə qoşulanda fərqli tələffüz olunur. Ay müəllim, yadımda qalmır. Necə yadda saxlayayım? Razində satış. Razində satışı yadda saxlayın. Bu qədər sadə. Onda biləcəksiniz ki, L-nı nə zaman fərqli tələffüz eləyəcəksiniz. Yaxşımı? Bəs yaxşı, sondakı Q niyə X oldu? Çünki əgər çox heyecanlı söz milli sözdürsə və bu söz bizə müstəqil şəkildə verilibsə, sondakı Q-nı biz X deyə tələffüz eləyərik. Hər birini izah elədim. İndi baxaq kar samitlərimizin sayına. Baxaq T kar, X kar. 2 kar samitim oldu. İndi baxaq kar samitlərimizin sayına. Baxaq T kar, X kar. 2 kar samitim var. İndi sizə sayacağım qalın sayitlərimi. A, U, U. 3 qalın sayitim var. Bunların sayı bərabər deyil. Deməli, mən armudluğu götürə bilmərəm. Baxıram indi palıtdıq sözünə necə tələffüz olunacaq? Palıtdıq.
bütün qaydalar eynən armudluq sözündə dediyim qaydalardır. Yaxşımı? Deməli, sayıram birinci kar samitlərimi. P, T, X. 3 kar samitim var. İndi isə sayacağım qalın saytlarımı. A, I. 3 qalın saytım var. 3 bərabərdir 3-ə. Demək ki, qalın saytlərlə kar samitlərinin sayı bərabər oldu. 3-ü də götürürəm. Baxıram indi sapsarı sözünə. Sapsarı sözü necə yazılırsa elə o cürdə tələffüz olunur. Baxaq, sapsarı sözdə necə kar samit var? S, P, S. 3 kar samitim var. İndi saytları sayıram. Qalın saytları elə hamısı qalındır. A, I. 3 dənə də qalın saytım var. 3 bərabərdir 3-ə. Deməli, 4-ü götürəcəm. Sonraki sözünün tələffüzü ilə yazıldığı kimidir və bu sözün tərkibində biz yalnız 2 kar samit görəcəyik. S və 2 kar samitlərini ancaq 3 qalın sayt görəcəyik. Belə ki, O, A və I qalın saytlərdir və demək ki, bu sözdə kar samitlərlə qalın saytlərin sayı bərabər olmayacaq. 5-i götürə bilmərəm. Testimin doğru cavabı olacaq 1, 3 və 4, yəni B variantı. Baxıram 7-ci sualla 7-də deyir ki, ancaq əşya adı bildirən sözlərdən ibarət cümlədir. Əşya adı bildirən sözlər hansı nüqsəsinə aid olur? İsmə aid olur. Demək ki, mən elə cümlə seçməliyəm ki, orada yalnız və yalnız isimlər olsun. A. Səbir ağılın xəzinəsidir. Səbir isim, ağıl isim, xəzinə isim. Doğru cavabım olacaq A variantı. B. Sənət tükənməz xəzinədir. Tükənməz sözü sifətdir. Deməli, B-ni götürə bilmərəm. Nikbinlik böyük insanların sərvətidir. Böyük sifətdir. Deməli, C-ni də götürə bilmərəm. Qəzəbin dərmanı susmaqdır. Susmaq feildir. Deməli, D-ni götürə bilmərəm. Həsəd dəhşətli xəstəlikdir. Dəhşətli sifətdir. Deməli, Y-ni də götürə bilmərəm. Əmin oldum ki, testimin doğru cavabı A variantıdır. Baxıram 8-ə, deyir, hansı sözün mənasının izahı səhv verilib. Redaktə etmək, hər hansı bir mətni yoxlamaq, bəli, yoxlayıb düzəliş edirik redaktə eləyəndə. Doğru verilib, götürmürəm. Fövqəladə adi sıradan. Xeyr, dostlar, fövqəladə qeyri-adi deməkdir. Sıradan deyil, normadan kənar deməkdir. Normal hadisələrdən fərqli deməkdir. Demək ki, testimizin doğru cavabı B variantıdır. İzahı səhv verilib. Pasifizm hər cür müharibəni inkar edən siyasi cəryandır. Bəli, doğrudur. Ümman böyük dəniz, dərya, okean deməkdir. Bəli, doğrudur. Vüsət genişlik deməkdir. Bəli, bu da doğrudur. Testimizin doğru cavabı oldu B variantı. 9. Klaseri tamamlaya bilən sözlərdir. Amonim kimi işlənmir yazılır. Baxın dostlar. Qazdı. Qazdı sözü bəli amonim kimi işlənə bilmir. Əgər bizə desəydi ki, bu sözün kökü amonim kimi işlənə bilmir, bu zaman yanlışa yol verilmiş olardılar. Çünki qaz sözünün kökü, qazdının daha doğrusu kökü amonimdir. Biri var quş olan qaz, biri var maye qaz, bir də var qazmaq. Amma bizə verilən söz qazdı sözüdür. Biz qazlıya baxırıq. Demək ki, biz elə sözləri seçməliyik ki, o sözlər amonim kimi işlənə bilməsinlər. Aş sözü amonim kimi işlənə bilir. Bir var yediyimiz aş, xörək, bir də var aşmaq. Eləmi? Deməli, mən bir olanı dərhal çıxıram. Gəlir sözü. Biri var isim kimi gəlir. O zaman gəl kök olur, ir leksik olur və başlanğıc forma gəlir olur. Eləmi? Bir də var, onlar bizə tez-tez qonaq gəlir. O zaman gəl kökü olur, ir isə zaman şəkilsi olur. Başlanğıc forma olur gəl. Mən başlanğıc formaları eyni olmayan sözləri amonim söz kimi götürə bilmərəm. Demək ki, mən 2-ni götürəcəm. Üçüncü sözümüz süzmə sözüdür. Süz sözün kökü, mə, leksik şəkilçi, yaranır süzmə ismi. Başlanğıc forması oldu nə? Elə süzmə. Bir də var deyirəm ki, aşı o cür süzmə. Baxın, vurğunu üyə vururam, mamə orada olur, inkarlıq şəkilçisi. O zaman nə olacaq? Süz kök, mə, qrammatik. Baxın, birinin başlanğıc forması süz oldu, digərində isə süzmə oldu. Götürə bilərəm amonim? Xeyr, götürə bilmərəm. Lap, tak ki, başlanğıc formanı müəyyənləşdirə bilmirsiniz. Vurğuya baxın. Süzmə, süzmə. Vurğusu dəyişdi. Mən fərqli tələffüz elədim. Amonim götürə bilərəm? Xeyr, götürə bilmərəm. Demək ki, 3-ü də götürürəm. Görüş, görüş sözü bəli, amonim olar. İsim kimi görüş, məsələn, görüş keçirildi. Bir də görüşmək feili. Eləmi? 4-ə çıxıram. Doğru cavab nə olur? 2 və 3. Y variantı. Davam edirik 10-cu sualdan. Onda deyilir ki, yerinə görə hansı sözləri mənsubiyyət və ya hal şəkilçili isim
hesab eləmək olar. Yəni bir sözün tərkibindəki şəkilçiyə biz həm mənsubə şəkilçisi kimi baxa bilərik, həm də hal şəkilçisi kimi baxa bilərik. Bu cür sözləri seçməliyik və onlar mütləq isim olmalıdırlar. Eləmi? Baxın, dərhal 3-ü çıxacaq. Niyə? Oxumaq çünki feildir. 3-ü çıxdım. İşiniz yüngülləşdimi? Yüngülləşdi. İndi baxıram. Vətənin. Bir var deyərəm ki, vətənin gözəlliyi, bu zaman in olar yəli hal şəkilçisi. Bir də deyərəm ki, sənin vətənin. Bu zaman olar mənsubə şəkilçisi. Bir də ki, şəkilçini mən həm mənsubiyyət, həm də yəli hal şəkilçisi kimi düşünə bildim və vətən isimdir. Deməli, biri götürəcəm. Vətəni, bir var deyirəm, vətəni qorumaq, burada təsir hal şəkilçisi olar. Bir də deyərəm ki, onun vətəni. Burada isə mənsubə şəkilçisi olar və vətən sözü isimdir. Demək ki, ikini də götürəcəm. Çaydanı, deyirəm, çaydanı gətir. Bu zaman təsir hal şəkilçisi olar. Orada ı. Bir də deyərəm ki, onların çaydanı köhnə idi. Onların çaydanını deyəndə isə buradakı ı mənsubiyyət olar. Demək ki, 4-ü də götürəcəm və çaydan isimdir. Qarabağımıza, baxın, Qarabağımıza götürməyəcək. Niyə? Çünki bu sözün tərkibində həm mənsubiyyət, həm də hal eyni zamanda iştirak eləyib. Eləmi? Biz ımızı hal kimi düşünə bilmirik, anı da mənsubiyyət kimi düşünə bilmirik. Demək ki, 5-i götürmərik. Doğru cavabımız nə olacaq? Olacaq 1, 2 və 4. C variantı. Düşünürəm ki, mətni oxumağa gərək yoxdur. Hər biriniz onsuz da imtahanda mətni detallı oxumusunuz və mən mətnin ancaq suallarının izahını verəcəm. Oxuyub vaxtınızı almaq istəmirəm. 11-də deyilir ki, nöqtələrin yerinə uyğun ifadələri müəyyən eləyin. O zamanı racəni bilmirik. Nə və nə müşahidə eləyirdi. Bu mətni diqqətlə oxuyanlar gördülər ki, yəqin ki, o zamanı racəni öz əskərləri müşayiət eləyirdi və bir də onun tərlanı, sevimli bir heyvanı var idi, quşu var idi, tərlan. Bir də tərlan müşayiət eləyirdi. Yəni, testimizin doğru cavabı olacaq tərlan və əskərlər. 12. Mətnə əsasən doğru fikir hesab eləmək olar. Əskərlər həmişə racə ilə bir yerdə olurdular. Xeyr, bu yanlışdır. Niyə? Çünki, baxın, burada əskərlər çata bilməmişlər racəyə. Deyir, qoşundakı əskərlər nə qədər çalışsalar da atlarını qovub ona çata bilmədilər və gözdən itdilər. Yəni, əskərlər həmişə racə ilə bir yerdə olurlar. Fikri mətnə əsasən doğru fikir olmaz. B-də deyir ki, tuluq suyu zəhərli idi. Yanlışdır. Zəhərli olan bulağın suyudur. Tuluğun suyu təmiz idi. Yəni, nökərin ona verdiyi su təmiz idi. Zəhərli olan deməli, nəyin suyudur? Bulağın suyudur. Niyə zəhərli idi? Çünki ilan ölmüşdü və ilanın zəhəri o suyun içinə qarışmışdı. Həm ev, həm də çöl heyvandan bəhs edilir. Doğru cavabımız C olacaq. Niyə C olacaq? Baxın, burada tərlan bizə ev quşu kimi verilib. Deyir ki, keçmiş zamanda bir racənin sevimli bir tərlanı vardı. Yəni, o tərlanı ev heyvanı kimi saxlayırdı. Və bir də çöl heyvandan bəhs edilir, dağ keçisindən bəhs edilir. Demək ki, doğru cavabım C olacaq. Hadisələr bahar fəslində baş verir. Bizə bunu təsdiq eləyəcək hər hansı bir fikir verilməyib mətndə. Biz belə bir ehtimal yürüdə bilərik ki, burada hadisələr yayda baş verir. Çünki racə çox susamışdı. Eləmi? Amma yazı təsəvvür eləyə bilmirik. Racə dağ keçisini ovlayır. Xeyr, ovlaya bilmir. Keçi qaçır, gedir. Demək ki, 12-ci testimizin doğru cavabı olacaq C variantı. 13. Təhlükənin qarşısını fədakarlıqla alır. Təhlükənin qarşısını fədakarlıqla alan tərlan idi, tərlan. Çox əfsuslar olsun ki, racə bunu vaxtında başa düşmür. Ancaq bu testimizin doğru cavabı olacaq tərlan, C variantı. Mətn əsasında təsdiqini göstərmirəm. Onsuz da siz bunu oxumusunuz. Yəqin ki, müşahidə elədiniz ki, tərlan 2 dəfə cəhd eləyir və onun deməli suyunu yerə aşırır ki, o içə bilməsin suyu. 14-də deyir ki, klasteri tamamlaya bilən fikirlərdir. Racə təbiətin qoynunda da vaxt keçirir. Bəli, elə onun ilk abzasda təbiətin qoynuna çıxmağı buna bariz nümunədir. Digər obrazlardan üstün səlahiyyətə malikdir. Baxın, racə bizə nə yazılır? Baxın, mötərizədə hökmdar olduğu bizə deyilib. Və hökmdarlar da bilir ki, digərlərindən daha üstün səlahiyyətə malikdirlər. Deməli, biri götürəcəm. Xaraktercə sakit təbiətidir. Xeyr, biz onun sakit təbiətdə olduğunu görmədik. Əksinə, fiziki cəhətdən yorğunluq hiss eləmir. Əksinə, o yorulmuşdu. Deməli, dağ keçisinin dalınca qaçanda hər hansı varlığın canına qıymaqdan çəkinmir. Bəli, o tərlanı
çəkinmədən öldürmüşdü. Testimizin doğru cavabı nə olacaq? Olacaq 1 və 4 Y variantı. 15. Cədvəldəki yanlış fikirləri müəyyən edin. Baxın, diqqət edirik, yanlış. Mətndə təbliğ olunur deyirsə, deməli, mətndə təbliğ olunmur seçməliyik. Mətndə tənqid olunur deyirsə, deməli, mətndə tənqid olunmur seçməliyik. Yaxşımı? Mətndə fədakarlıq təbliğ olunurdu. Bizə olunmayan lazımdır. Biri çıxdım. Eləmi? Mətndə təbliğ olunmur, təbiət gözəlliyi, bəli. Mətndə təbliğ olunmur, suyun faydası, bəli. Mətndə tənqid olunmur, həddən artıq səbirli olmaq, bəli, tənqid olunmur. Əksinə, səbirsiz olmaq tənqid olunurdu. Tələskənlik, bəli, tələskənlik tənqid olunurdu, bunu çıxıram. Mən yanlışı seçdim deyə doğru cavabım nə olacaq? 2, 3 və 4. Yəni C variantı. Baxıram 16-ya deyir, hadisələrin düzgün ardıcıllığını müəyyənləşdirin. Raci içməli suya ehtiyac duyur. Tərlan təhlükəni sovuşturmaq üçün çalışır. Su içmədən də Racənin susuzluğu keçmişdi. Racə əsəbləşir. Ardıcılığı düzsək, belə olacaq. Baxın, birinci ilə olduğu yerdə qalacaq. 1. Daha sonra biz tərlanın deməli, təhlükəni sovuşturmaq cəhətlərini görürük. Bu olacaq 2. Daha sonra Racənin əsəbləşməsini görürük. Axı tərlan vurub onu suyunu aşırdırdı hər dəfə. Və su içmədən Racənin susuzluğunun keçməsində ən sonda görürük. 1, 2, 4, 3, yəni Y olacaq testimizin doğru cavabı. 17. Mətnin əsas hissəsinə aid deyil. Nə demişdik? Demişdik ki, mətn 3 hissədən ibarət olur. Giriş, əsas və nəticə. Adətən birinci abzas giriş olur, sonuncu abzas nəticə olur, yerdə qalan hissə isə əsas hissə olur. Burada bizə nə deyir? Deyir ki, deyir ki, mətnin əsas hissəsinə aid deyil. Tərlan haqqında ilk məlumatın verilməsi. Bəli, bu əsas hissəyə aid deyil, bu giriş hissəyə aiddir. Deməli, biri götürəcəm. Tərlanın dəfələrlə suyu dağıtması bu əsas hissəyə aiddir. Götürə bilmərəm. Əsas hissədə təqdim olunmuşdur. Deməli, 2-ni dərhal çıxacam. Nökərin özünü hadisə yerinə çatdırması və ölü ilan haqqında Racəyə məlumat verilməsi. Nökərin özünü hadisə yerinə çatdırması əsas hissədəydi və ölən ilan haqqında məlumatın verilməsi isə nəticə hissədəydi. Biz əsas hissəyə aid olmayanı seç dedikləri üçün seçdik nəyi? 1-i və 4-ü. Yəni testimizin doğru cavabı olacaq G variantı. 18. Altından xətt çəkilmiş ifadənin mənasının şərhinə uyğundur. Baxın görüm hansı ifadənin altından xətt çəkilib ki, baxaq. Yəni silək. Qarışmasın birinci. Sildim. Altından xətt çəkilmiş ifadəmiz, baxın bu ifadədir. Keçi tuluğundan. Deyir ki, bu keçi tuluğundan ifadəsinin şərhinə uyğundur. Keçi buynuzundan hazırlanmış su qabı. Xeyr dostlar, keçi tuluğu keçinin buynuzundan deyil, keçinin dərisindən hazırlanır. Yaxşımı? Demək ki, bu deyil. Keçiləri yemləmək üçün qab. Xeyr, deyil. Maye saxlamaq üçün keçi dərisindən qab. Bəli, doğru cavabım olacaq C variantı. Dəridən hazırlanmış bəzək əşyası. Xeyr dostlar, bəzək əşyası deyil, tuluq. Keçi südündən hazırlanmış sərinləşdirici içki də deyil. Əlbəttə ki, testimizin doğru cavabı olacaq C variantı. Deyir ki, qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan deyimini mətnlə əlaqələndirib yazın. Necə əlaqələndirməliydiniz? Yazmalıydınız ki, mən bu fikri mətnlə bu cür əlaqələndirərəm ki, mətndə təqdim olunmuş və yaxud da ki, mətndə yaradılmış və ya mətndə təsvir olunmuş Racə obrazı səbirsiz davranmışdı. O, Tərlanın hərəkətinin arxasındakı yaxşılığı görməmiş, duya bilməmişdi və səbirsiz davranaraq onu öldürmüşdü. Daha sonra Tərlanın hərəkətinin altında dayanan səbəbi bildikdən sonra bu hərəkətinə görə peşman olmuşdu. Baxın, vacib deyil, eynən mənim dediyim bu cümlələri yazasınız. Əgər sizin yazdığınız ifadə mənim səsləndirdiyim fikrə uyğundursa, səsləndirdiyim fikri bu və ya digər formada yazmısınızsa, doğru cavab hesab olunacaq. Yaxşımı? Bu oldu 19. Şifahi şəkildə dedim. 20 deyir ki, uyğun olmayan plan bəndini müəyyən eləyin və onun yerinə uyğun plan bəndi yazın. Təbiətin qoynunda bəli, bu giriş hissəmə aid uyğun plan bəndidir. Əsgərlərin Racəni məlumatlandırması. Biz burada əsgərlərin Racəni məlumatlandırmasını gördükmü? Xeyr. Biz orada nökərin məlumatlandırmasını gördük son hissədə. O da məlumatlandırdı ki,
bulağın suyu zəhərliymiş. Deməli, yanlış olan nədir? 2-dir. Racənin təklif olunan sudan istifadə etməməsi, bəli, əvvəlcə istifadə eləmir, istəyir ki, o bulağın suyundan içsin. Deməli, yanlış olanımız nədir? 2-dir. Nə yazardım mən 2-yə? Yazardım ki, Racənin səbirsiz davranışı və yazardım ki, Tərlanın Racəni qorumaq cəhdləri. Baxın, buna uyğun fikirlər biz yaza bilərdik 2-yə. Kim bu cür fikirlər yazıbsa, doğru yazıb. Bu oldu bizim birinci mətnimiz. İndi yenə də ikinci mətni mən oxumayacağım. Vaxtımızı buna sərf eləmək istəmirəm. Onsuz da hamınız oxumusunuz, məzmundan tanırsınız. Gəlin, baxaq görək. Deməli, bizə ikinci mətndən bağlı hansı sual təqdim olunub? 20-ci sualda deyilir ki, mətni genişləndirmək üçün nöqtələrin yerinə hansı cümlə yazıla bilər? Gəlin, baxaq görək. Baxın, bu abzasda bizə verilib. Deyir ki, bu abzasdan bir-iki cümləni oxuyacağım sizin üçün tanış olmayanlar məlumatlı olsunlar deyə. Deyir ki, bəs onları necə aşkarlaya bilərik? Söhbət yad planetlərdən gedir. Bəziləri düşünürlər ki, başqa dünyadan gələn iri gözlü qonaqlar kainatda sürətlə ora-bura uçuşur, uçan boşqablar isə bizim səmamızda da dolaşırlar. Bu çox maraqlı olardı. Ancaq əksər alimlər bunun həqiqət olmadığını düşünürlər. Niyə? Çünki uçan boşqab xəbərləri inandırıcı deyil. Səmada görünən işıqların çoxlu başqa səbəbi də ola bilər. Məsələn, təyyarə, hava şarı və ya peyk. Alimlər bu sirli işıqların başqa planetdən gələn kosmik gəmi olduğuna inanmaq üçün daha əsaslı sübut tələb edirlər. İndi mən buranı nə ilə tamamlaya bilərəm? Mən tamamlaya bilərəmmi ki, belə kosmik gəmilər mövcud ola bilməz? Xeyr. Amma alimlər sübuta çox dəyər verirlər. Nə ilə qarşılaşdıracağım ki, burada amma verilib mənə? Belə qoyum ki, heç də görünsün. Çünki elmdə sübutsuz inandırma mümkün deyil. Bəli, elə bu olacaq. Baxın, deyir ki, alimlər bu sirli işıqların başqa planetdən gələn kosmik gəmi olduğuna inanmaq üçün daha əsaslı sübut tələb edirlər. Çünki elmdə sübutsuz inandırma mümkün olmur. Alim kimdir? Elmlə məşğul olan adamdır. Eləmi? Və bu cümlə tamamilə mətnimizin məzmununa uyğun olacaq. Çünki elmlə məşğul olan adam elmdə sübutsuz deməli heç nəyə inanmır. Eləmi? Və alimlər də bunun kosmik gəmi olduğuna inanmaq üçün daha əsaslı sübutlar tələb eləyirdi. Ona görə C-ni yazacağım ki, çünki elmdə sübutsuz inandırmaq mümkün olmur. İstənilən gəmi sübut üçün əsas deyil, olmayacaq. Alimlərin fəaliyyəti üçün kosmik gəmi əvəzsiz sübutdur. Xeyr, kosmik gəmi əvəzsiz sübut ola bilməz. 22. Deyir ki, Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Teleskop və nəhəng antena, bizə həm teleskop haqqında məlumat verildi orada, həm də nəhəng antena haqqında. Teleskop haqqında deyilir ki, başqa qalaktikaları görməyə imkan yaradır. Bəli, doğrudur. Baxın, mətndə belə bir cümlə var idi. Səhv xatırlamıramsa, bu hissədə idi. Baxın, deyib buradadır. Deyir ki, üstəlik, teleskopla görə bildiyimiz 100 milyard başqa galaktikada var. Baxın, teleskopla görə bildiyimiz 100 milyard başqa galaktikada var, deyir. Eləmi? Burada nə deyir? Deyir ki, başqa galaktikaları görməyə imkan yaradır. Deməli, biri seçəcəm. Çıxdım biri olmayanı. 2-də deyir ki, yad planetlərin yaradıcılığına aiddir. Xeyr, teleskop da, nəhəng antena da yad planetlərin deyir. Məhz biz insanların ixtirasıdır. 2-ni çıxdım, getdi. Doğru cavabım artıq var. Planetlərin sayını dəqiq müəyyənləşdirir. Xeyr, heç biri planetlərin sayını dəqiq müəyyənləşdirməyə imkan vermir. Uzaq planetlərdən gələn siqnalları tuta bilir. Bəli, baxın, bu barədə məlumat var. Nəhəng antenlər hissəsində nə deyir? Deyir ki, yad planetləri tapmağın başqa bir üsulu nəhəng antenlərin köməyi ilə naməlum uzaq planetlərdən gələn radio siqnalları tutmaqdan ibarətdir. Baxın, anten nədir? Radio siqnalları tutdu. Yəni, deyir, doğrudur. Testimin doğru cavabı olacaq 1 və 4. Deyir ki, 23-də mətndə ifadə olunan əsas fikirdir. Elmin gücü hər şeyə qadirdir. Biz burada elmin gücünü hələ görə bilmirik. Hələ ki, elmin bir sübutu yox idi. Yer kürəsi yad planetlərin də məskənidir. Xeyr, biz bunu mətn əsasında deyə bilmərik. Buna bir sübut, fakt yoxdur. Yad planetlərlə bağlı bütün fikirlər uydurmadır. Bəlkə uydurma deyil. Yad planetlərin olmasına münasibət bir mənalı deyil. Bəli, doğru fikirdir. Çünki yad planetlərin olmasına dair biz mətndə bir neçə dənə fərziyyə, bir neçə dənə fikir görürük. Yad planetlər mövcuddur. Bu da yəni dəqiq deyildi. Ehtimal idi. Doğru cavabımız olacaq D variantı. 24. Mətnə görə uçan boşqabların mövcud olması fikri niyə qəbul edilmir?
Aha, deyir kainatda uçuş aparatlarının çox olmasına görə xeyr. Planetlərin sonsuz sayda olması səbəbindən bu da xeyr. Əlbəttə ki, heç bir məntiqi əlaqəsi belə yoxdur. Kainatın həddindən artıq böyük olmasına görə hesab oluna bilməz. Səmada görünən işıqların çox olmasına görə xeyr. İnandırıcı sübutların olmaması səbəbindən bayaqlarda bu barədə biz danışdıq yuxarıdakı sualda. Ona görə testimizin doğru cavabı olacaq Y variantı. Baxıram 25-ə, deyir ki, mətndə kursivlə yazılmış hansı ifadə ilə altından xətt çəkilmiş ifadənin mənasını müəyyənləşdirmək olar? Çox şagird kursivdə problem yaşayır. Uşaqlar, kursiv əyri hərflərlə yazılmış sözlərdir. Deyir ki, mətndə kursivlə yazılmış bir neçə dənə ifadə var və bu ifadələrdən hansısa biri altından xətt çəkilmiş ifadənin mənasını izah edir. Birinci nə edəcəm? Altından xətt çəkilmiş ifadəni tapacağım. Gəlin buranı silim. Aha. Altından xətt çəkilmiş ifadəni tapdım. Yad planetli ifadəsidir. İndi əyri yazılmış hərfləri tapacağım. Görün bunlardan hansı yad planetli sözünün izahı ola bilər. Baxın, əyri yazılıb. Görürsünüz, kursiv. Baxın, buna deyilir, əyri yazılana. Deyir, naməlum planetlərdən gələn ağıllı varlıqlar. Bəli, elə bir olacaq doğru cavab, amma yenə də təsdiq üçün o birislərə də baxıram. Baxın, alimlər. Alimlər yad planetlərdir. Xeyr, 2 deyil. Üçüncü, gözlə görünən kainatda. Bu, yad planetli sözünün şərhi ola bilər. Xeyr, əlbəttə ki, 3 də deyil. Sonra baxıram 4-ə, uçan boşqab. Yad planetli uçan boşqab. Xeyr, uyğun deyil. Uçan boşqab əşyanı bildirir, yad planeti isə varlığı bildirir, insan varlığını, yəqin ki, insana bənzər varlığı. Başqa planetdən gələn kosmik gəmi. Baxın, bu da gəmini bildirir, amma yad planeti deyəndə yenə deyirəm, biz əşya nəzərdə tutmuruq. Demək ki, 5 də uyğun deyil. Nə olacaq şərh? Şərh olacaq 1, D variantı. 26. Əvvəlində Roma rəqəmi yazılmış hansı cümlələrdəki fikir ehtimal hesab olunar? Baxaq. Baxırıq birə, deyir, bəs onları necə aşkar eləyə bilərik? Burada nə fakt var, nə də ehtimal. Sual verir. Yad planetlərin tapmağın başqa bir üsulu nəhəc antenlərin köməyi ilə naməlum uzaq planetlərdən gələn radio siqnalları tutmaqdan ibarətdir. Bu bizə ehtimal demir, bizə konkret yol göstərir. 2-ni çıxdım. 3. Bax, bu siqnalları axtarmaq mənim işimdir. İndiyədək yad planetli səsi eşitməmişəm. Burada da ehtimal yoxdur, fakt deyir. 4-də deyir ki, məncə, baxın, artıq bu mənə bir işarə verir ki, mən ehtimalam, məncə deyir axı. Təxminən, bu da mənə bir işarə. 2050-ci ildə siqnal tutmamız mümkün olacaq. Baxın, bir ehtimal verdi mənə ki, məncə 2050-də biz siqnal tuta biləcəyik. Sonra deyir ki, yəqin, baxın, ehtimal, onda yad planetlər mövcuddur misalının cavabını verə biləcəyik. Deməli, mən ehtimalı harada gördüm? 4-də və 5-də. Cavab olacaq A variantı. 27. Çərçivə daxilindəki sözün şərhinə uyğun fikirləri müəyyən eləyin. Çərçivə daxilində verilmiş sözüm hansı sözdür? Baxıram, ağlabatan sözüdür. Kontekstdə oxuyaq, deyir, bu qədər planet olduğu halda yad planetlərin mövcudluğu ağlabatan görünür. Görə bu ağlabatan sözünün deməli şərhinə uyğun olan ifadə hansıdır? Ağıl qəbul edə bilən mənasındadır. Bəli, doğrudur. Ağlabatan, yəni ağıl qəbul edə bilir bunu. İnandırıcı sözü ilə əvəz edilə bilər. Bəli, orada mən ağlabatan sözünün əvəzinə inandırıcı da yaza bilərəm. Yerinə görə qəbul edilməz mənasını işlənə bilər. Ağla batmayan olar qəbul edilməz. Ağlabatan qəbul edilərdi. Kontekstə görə düzgün işlədilməmişdir. Çox da qəşəng yerində işlənib, yanlışdır. Dəqiq sözünün qarşılığı kimi də düşünülə bilər. Xeyr, ağlabatan dəqiq deyil. Ağlabatan həqiqətə uyğun gələndir. Bizə hələ konkret həqiqət olduğunu bildirir. Doğru cavab nə olacaq? 1-2. Y variantı. 28. Mətndə çoxsaylı ulduzlardan ibarət boşluq dedikdə nə nəzərdə tutulur? Əlbəttə ki, galaktika nəzərdə tutulur. Testimin doğru cavab olacaq. Y variantı. Deyir, mətnin hər tərkib hissəsinə uyğun yarımbaşlıqlar yazın. Baxın, bu yarımbaşlıqlar fərqli ola bilər. Fərqli və doğru ola bilər. Yaxşımı? Məsələn, mən nə yazardım girişə? Yazardım cavabsız suallar. Çünki girişdə mənə baxın, cavabsız suallar verir ki, nə idi sualı? O idi ki, deyir, görəsən orada kimsə varmı? Sonra sual verir ki, onlar mövcuddur. Bəs alimlər yad planetlər haqqında nə deyirlər? Baxın, cavabsız suallardır bunlar, eləmi? Və ya birə girişə mən başqa nə yazardım? Yazardım ki, yad planetlər haqqında təsəvvürlər. İlk əvvəl mənə təsəvvürləri çatdırır.
Bəs əsas hissəyə nə yazardım? Əsas hissəyə yazardım ki, yad planetləri araşdırmağın yolları. Müxtəlif yollar barədə mənə məlumat verir ki, bu da yoldur, bu da yoldur, bu da yoldur. Eləmi? Nəticəyə nə yazardım? Yazardım ki, araşdırmaların ehtimal olunan nəticələri və yaxud da ki, ehtimal olunan nəticələr və yaxud da ki, gələcəyə dair fikirlər. Baxın, bu cür mən plan bəndləri yaza bilərdim nəticə hissəyə. Əgər buna uyğun yazmısınızsa, bu zaman testiniz tam balla qiymətləndirilə bilər və bir də tam bal almaq üçün siz hər 3 fikrin qarşısına doğru fikirlər yazmalıydınız. Ta ki, ikisinə doğru yazmısınız, birinə yanlış yazmısınız, bu zaman tam balı almayacaqsınız. Müəyyən qədər bal alacaqsınız, amma bu tam bal olmayacaq. 30-da deyir ki, mətnə görə yer planeti hansı galaktikaya aiddir? Baxın, açıq-aşkar bu mətndə bizə göstərilib. Nə deyir? Deyir ki, biz Süd yolu adlı galaktikada yaşayırıq. Baxın, mənə demişdi doğru cavab. Deməli, o nə yazmalıydınız? Süd yolu. Yaxşımı? Bu qədər dəyərli dostlar, ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılıqlı oldu. Ümidvaram faydalana bildiniz. Əgər siz də bizim kursda qeydiyyatdan keçib keyfiyyətli təhsil almaq istəyirsinizsə, o zaman gecikmədən 077 394 14 24 nömrəsi ilə əlaqə saxlayın. Bu qədər diqqətiniz üçün təşəkkürlər.